İmam Sadiq ağa edirlər ki, ağa, günah və haram məclisinə getmək olar. Deyir ki, bəli, amma bir şərtlə. Əgər gedib günah və haramı yığışdıracaqsansa, yox, gedib sən də onlara qoşulacaqsansa, ora getmək günahdır və haramdır. Peyğəmbər buyurur, harada gördün günah və haram var ki, bunlar nəfsin tələbləridir, oradan köç, oradan çıx get, oradan uzaqlaş ki, səni də salar çənginə. Ondan sonra o kişi Peyğəmbərdən soruşdu, ya Rasulallah, haqqı yad eləməyin yolu nədir? Biz necə eləyək ki, Allahı yad eləyənlərdən olaq, yada salanlardan olaq? Daimən Allahı belə lab desək bizim dildə, yadda saxlamağın yolu nədir? Bilirsə, Allahı yadda saxlamağın da bizə olan təsirləri nədir? Kim Allahı yadda saxlasa, Allah da onu yadında saxlayar. Yaxşı bir söz var, deyir, istəyirsən biləsən Allah səni nə qədər istəyir, Allah sənə nə qədər hörmət eləyir, gör Allahı nə qədər istəyirsən, nə qədər hörmət eləyirsən, o mislində Allah sənə qaytarır. Allahı nə qədər yad eləyirsən ki, Allah da səni o qədər yad eləyir. Ki, Quranda buyurur, Bismillahirrahmanirrahim, Fəzkuruni əzkurkum. Allah deyir, baxın, özdə birinci mərhələ bizdən keçməlidir. Bilirsiniz niyə? Çünki qul bizik, bəndə bizik, əmir qəbul eləyən bizik, əmir verən də odur. Onun tələbi bu cürdür. Demir, mən yad eləyim sizi ki, siz də məni yad eləyəsiniz. Buyurur ki, fəzkuruni, birinci siz yada salın məni, əzkurkum, mən də sizi yada salın. Birinci bəndə gərək, bənd kiçik tərəfdən olar hörmət. Bayramda böyüklər gəlib kiçikləri təbrik edirlər, ya kiçiklər gedib böyükləri təbrik edirlər. Adi bir misal. Təbii ki, kiçiklər gedib böyüklərin əlini öpərlər də. Bu cür deyil ki, Allah gəlsin, başlasın səninlə dostluq qursun, yoldaşlıq qursun, sonra sən də baxasan da keyfivə dursa, əgər sən də Allahla dost olarsan. Gərək sən can atasan, sən addım atasan, sən uyğunlaşasan, sən ona tərəf gedəsən ki, o da sənə tərəf gəlsin. O kişi soruşdu Peyğəmbərdən, ya Rasulallah, mən necə edim ki, Allah həmişə mənim yadımda olsun? Bilirsiniz də, Allah da adamın yadında olanda adam günah eləməz ki. Bir yaddaş ki, orada həmişə Allah ola, başqa şeylər ora yerləşməyə, Allahı düşünə, Allahla otura, dura, Allahla əlaqədə, ünsiyyətdə ola, o bəndə, o yaddaşın yiyəsi heç vaxt günah eləməz. Bizim günah eləməyimizin başlıca səbəblərindən biri budur ki, Allahı unuduruq və unutmağımıza da Quranda misal var. Ələq surəsində Allah buyurur ki, Bismillahirrahmanirrahim, Ələm ya'ləm bi ənəlləhə yara. Bilmirsizmi ki, Allah sizi görür? Bunun mənası budur ki, bəzən unudursunuz. Bilirik, kimdən soruşsun ki, Allah hər şey görəndir, deyəcək, bəli, amma unuduruq. Ona görə Allah bunu sual formasında qoyur. Deyir, bilmirsizmi ki, Allah sizi görür? Bir nəfər əgər bunu bilsə, bu ayəni başının üstündə saxlaya bilsə bir ömür heç günah eləməz. Odur ki, o kişi deyir, ya Rasulallah, biz necə eləyək ki, Allah həmişə yadımızda olsun, Allahı yad eləyənlərdən olaq, Allahı zikr eləyənlərdən olaq, Allahı yada salanlardan olaq. Peyğəmbər buyurdu ki, nəfsüvü unut. Nəfsüvü unutsun, həmişə Allahla olacaqsan. Elə ki, nəfsani şeylər gəlir, insandan olur, insanın beyninə dolur, insanın qəlbinə dolur. Nəfsani şeylər olan yerdə Allah unudulur. Həzrət Əli əleyhissalam buyurur ki, Allahı unutmağın başlıca səbəblərindən, cəhənnəmə getməyin başlıca səbəblərindən, məzmunən deyirəm mən hədisi, biri də qəlbdəki uzun arzulardır. O uzun arzular ki, onlar da nəfsin nəticələri və nəfsin yetirmələridirlər, Allahı oradan çıxardırlar. Qalır o insanla nəfs baş-başa, Allah onları tərk edir. Odur ki, Peyğəmbər buyurur ki, gərək Allahla olmaq üçün
Allahı yadında saxlaya bilmək üçün və Allahın səni yadında saxlaması üçün nəfsüvi unudasan. Əgər nəfsüvi unutsun, daimən Allah olar onun yerində və sən də həmişə Allahla ünsiyyətdə olarsan. Ondan sonra o kişi Peyğəmbərə sual elədi: ya Rasulallah, bəs haqqa yaxın olmağın yolu nədir? Mən istəyirəm Allaha yaxın olum. Mən istəyirəm Allahın fərqli bəndələrindən olum. Bilirsiniz də, bəndəçiliyin də o üstün təbəqələrindən biri Allaha yaxınlaşmaqdır. Quranda möminlərin müəyyən sifətləri var. Möminlərə, o xalis bəndələrə Allah müəyyən sifətlər verib. O sifətlərin biri də nədir? Müqərrəbun. Müqərrəbun yəni yaxınlaşmışlar. Yaxın olanlar, Allaha daha yaxın olanlar. Baxın, mələklərin barəsində bir dənə ayə var. Ayə budur: yalnız əmr olunanı yerinə yetirərlər. Yəni öz ixtiyarları yoxdur. Deməli, mələklər heç vaxt günah eləmirlər. Eləməyəcəklər də, Allah bunlara ixtiyar verməyib. Amma mələklərin içinə baxanda görürük, mələklər fərqlidir. Bəzi mələklərə nə deyiblər? Müqərrəb mələklər. Xüsusilə o 4 dənə mələk: Cəbrail, Əzrail, Mikail, İsrafil. Xüsusilə bu 4 dənə mələkə nə deyirlər? Müqərrəb mələklər, yəni daha yaxın mələklər. Mələklər hamısı Allahın yaratdığı mələklərdir. Amma hamısı Əzrailin məqamında deyil. Hamısı Cəbrailin səviyyəsində deyil. Müqərrəbdirlər. O kişi Peyğəmbərə deyir, düz deyə bu yaranmışların hamısı Allahın bəndəsidir. Yeri gələndə bəzən olduğumuz cəmiyyətin hamısı müsəlmandır, bəzən hətta hamısı mömindir. Amma mən neynim ki, müqərrəb olum, daha yaxın olum. Peyğəmbər buyurdu ki, nəfsündən uzaq ol. Nəfsündən uzaq olsun, Allaha yaxın olacaqsan. Çünki bunlar ikisi bayaq dedik, bir-birinə zid, iki xüsusiyyətdir. Buna yaxınlaşsan, ondan uzaqlaşacaqsan, ona da yaxınlaşsan, bundan uzaqlaşacaqsan. Allaha yaxınlaşmaq üçün bir nəfsdən uzaq ol günan. Ondan sonra kişi soruşur: ya Rasulallah, bəs haqq o həqiqətlə ünsiyyətdə olmağın yolu nədir? Tez keçirgə bu hədislərin üstündən. Hayıfdır, qoy qalsın. Mən istəyirdim hədisi qutarım, qoy qalsın, eybi yoxdur. Əgər ömür vəfa eləsə, inşallah gələn cümələrdə oxuyarıq. Allahın verək öz Allahlığına xatir, madaməl ömür bizi özündən başqa heç kimə, xüsusilə nəfsimizə bəndə eləməsin.